Kaliforniya sahilində qeydə alındığı bildirilən bu görüntülər milyonlarla izləyicini həyəcanlandırdı. Nəhəng dalğaların arasında köməksiz qalan 10 yaşlı uşaq hər an suların qoynunda yox ola bilərdi. Güclü axın səbəbindən ona yaxınlaşmaq belə böyük riskidir. Elə bu anda xilasedicilərdən biri heç düşünmədən özünü dalğaların arasına attı. O uşağı buraxmadı və son ana qədər onun həyatı uğrunda mübarizə apardı. Bir müddət sonra digər xilasedicilər də hadisə yerinə çataraq xilas etmə əməliyyatına qoşuldular və birlikdə uşağı sahilə çıxarmağa nail oldular. Ən təəccüblüsü isə bu idi. Qəhrəmana çevrilən həmin xilasedicinin çimərlikdə cəmi ilk mövsümünü keçirdiyi bildirilir. Buna baxmayaraq, o göstərdiyi cəsarətlə minlərlə insanın alqışını qazandı.